Van Damme. Filmi Yemdə Birrət. Əslində qaçanın daha çox sürücü olduğu görünür, nəinki piyadanın. Burada 50-50-yə də hər nə olsa da sən ona aqressiv cavab verə bilərsən. Amma maşının kapotunun üstünə qalxmaq, yəni kapotun üstünə qalxıb sən nə edəcəksən maşının üstünə? Məncə qızışdırır onu keç dana deyə. Keçsin, yaxşı, qızışdırıb, tamam. Ola bilsin ki, indi piyada tələsmirsə, ola bilsin sürücü tələsir. Amma yenə də sürücüyə də heç kəs haqq vermir ki, sən cəmaatın üstünə belə qışqırasan. Birinci gözləməlidir o keçməli. 5 saniyə ilə həyatda heç nə dəyişilməyə bilər bu yolda ən azı. Amma yenə də burada piyadanın belə aqressivcəsinə maşının üstünə çıxması bu nədir belə? Meşədir, yəni ağac üstünə dırmaşmaqdır, ya nədir? Yəni bağışlayın, ola bilsin kiminsə heysiyyatına toxunacaq mənə dediklərim. Amma yaxşı, maşının üstünə çıx, nə edəcəksən? Yaxşı, çıxdın maşının üstünə, nə edəcəksən? Keç dana deməzlər. Yəni, Aydındır, bəli. Burada deyir, birində varsa, o birisində də az yoxdur. Aytən, adam xanımı ilə, anası ilə, bacısı ilə yol keçir. Biz kişi xeylaqları belə görmüşük ki, heç kim qadını, hətta düşmənimiz olsa, yanında qadın keçsə, ona güldən artıq, uşağı ilə keçsə, güldən artıq söz demərik. Əgər bu insanın qabiliyyəti çatmırsa və xanımla, anası ilə çox güman ki, çünki biraz yaşlı xanıma oxşuyur, gedən insana keç dana deyirsə, onun cavabı bu cür yox, başqa cür və daha sərt verilməlidir. Bu da deyil. Sən indi haqq qazandırırsan piyadanın maşının üstünə ilə çıxmasını. Xanımı ilə, mən keçsəm xanımla yol və keç dana desə, mən maşının üstünə çıxmayacam, amma mən onun cavabını bilirəm necə verəcəm. Bəli, ona görə adam bilməyib, neyniyib, qalxıb maşının üstünə. Hər ikisində günah var. Adam deyil o şəkildə onu deyən, xanımla keçən insana keç dana deyən. Yəni keçir insan ki, mən olanda tez keçirəm adətən. Yəni biraz sürəti keçəm, o da gecikməz. Qadın hara qaçacaq ki? İnsandır da, keçir də. Yavaş-yavaş da keçmir, telefonla danışa-danışa keçmir. İnsan kimi yol keçir. Lap oyna-oyna keçir, sən yol verməlisən. Təbii. Dayanmalısan, orada bir neçə saniyə ilə. Xanım olan nəzərə al da, qardaş. Bəli, onu nəzərə almaq lazım. Amma xanımın yanındakı kişi də nəzərə almalıdır ki, yanımda qadın var. Yox, mən ona haqq qazandıram. Və çıxıb qaçıb maşının üstünə şığımaq. Bu da heç bir bəyliyə, kişiliyə, belə deyək də, bağışlayın, yəni kişinin etikasına belə daha doğru olacaq. Yəni Azərbaycan kişisinə mən onu yaraşdırmıram, maşının üstünə şığımaq. Heç bir düz deyil, söz yox, amma yenə deyirəm, Mehman, aydındır, bəli. Qadının yanında olan kişiyə... Elə kişi sürücülər, bəs bir kişi aqressiyası, sürücülərin aqressiyasından elə ötən saatımızın sonunda reportaj təqdim elədik. Aqressiya var insanlarda, xüsusilə qadın görəndə sükan arxasında bəzilər düşünürlər ki, mütləq qabağından manevr etməli. Yaxşı ki, hələ Daxili İşlər Nazirliyinin o təhlükəsizlik kameraları var. Yəni, bir misal çəkin, bax, bir nəfər gəlir, metroda ayağımı tapdalayır. Deyək ki, görəm adamda təkli kişi xeylağıdır. Deyirəm, qardaş, ayağımı tapdaladın da, yəni heç olmasa dön bir üzrxahlıq elə. Amma o qadınla olsa mən heç nə deməm. Bəli. Bir kəlmə belə işarə edirəm ki, problem deyil. Bəli, çünki bu bizim mədəniyyətimizə uyğun deyil. Biz qadına hörmət edirik. Mən nəsə deyərəm, aqressiya yaranar, təbii, iki kişidir. O, burada indi bəlkə biz bilmirik, söyüşüblər də, yəni ki, bu tez-tez olur cəmiyyətimizdə təəssüf ki, qadın onu niyə eşitməlidir? Özdə belə ani bir şey olur, qadın onu saxlaya bilmirik, gəlir çıxır maşının üstə. Bəli, ona görə də yaxşı bir sürücü belə etdisə, dedi də, aydındır. Sən daha betər eləyirsən. Mən məsələn, yoldaşımın xasiyyəti çox belə partlayırdı, tez vardı. Bir atımlıq barıtı var məsələsidir. Amma o nə qədər belə olsa da, o heç vaxt məsələn, indi olub da neçə dəfələrlə olub ki, kimsə ya biraz qışqırıb, filan kəs və s. deyib ki, yəni biraz etikan olsun və s. Heç vaxt maşın üstünə tullamaq və s. Gəlib deyib ki, qardaş, bu mənim nömrəmdir. Zəng elə, ya filan yerdə gəl bir dənə çəkilə qırağa. Yəni, belə olar. Azərbaycanda o demək deyil, əlbəyaxa. Yəni, üzrxahlıq elədi və salam. Bilmədim, mən də bilmədim, tamam, dərs olur adama. Amma burada birincisi qışqırmaq düzgündür. Keç dana. Sən dedin, demədin, onsuz da olar keçəcəklər. Keçir də, yəni keçir, həqiqətən keçir. Digər tərəfdən də, yəni dananın buraya indi aidiyyəti yoxdur, istənilən adamda bu baş verə bilər. Bəli. Yox, tembr o deyil. Bəli, əlbəttə aqressiya ilə. Digər tərəfdən də, yaxşı, hansı daha indi betər addım atdı? Qışqıran yoxsa maşının üstünə öz qadını, anasını, bacısını, həyat yoldaşını orada qoyub, daha da həyəcanlandıran ki, mənim yanımda olan ailə özüm qaçdı, getdi maşının üstünə. Tamam, belə danışaq. Bu adam o söz deməsə, onlar keçib gedəcək. Başa düşürəm. Yenə də haqq verilmir ki, sən cəmaatın maşını. Yəni, mən qızışdırıram axı. Mən deyirəm ki, qardaş,
təhrik eləyirəm səni. Mehman, maşın ona qışqırsaydı keçdana, maşın üstünə çıxmağını anlayardı. Sürücü qışqırırsa, sürücüyə yaxınlaşmaq lazımdır ki, qardaş, sən nə demək O istəyirsən? instinktiv onu eləyir. İnstinktiv də Düşünsə eləməsin, çox eləməz. pis instinktdir. Mən əminəm ki, o indi baxır insan məsələn deyir ki, ya gərək eləməzdim. Çox İsti pis başda ağıl olmur. instinktdir, çox pis. Amma mən təhrik eləməməliyəm. Mən səni təhrik eləyirəmsə, mən bilmirəm qabağımdan keçən insan fikirlidir, əsəbidir, bəlkə bir xəstə orada yeri gəlmir, üzbəyüzdə Heç xəstəxana var, xəstəxanadan mı gəlir, poliklinika var. Fərqi yoxdur. Yenə də haqq Qızışdırma vermirsən, maşın qardaş, üstünə insanı çıxarsan. qızışdırma. Haqq vermirsən o İnsanı- maşın üstünə. Adam anidən maşın üstünə qaçıb çıxırsa, indi anidən hirslənəndə o vurub dağıdır da deməli. Aytən, Bu o bir çox insana şeylərin o söz təzahürüdür. deyilməsə keçib gedir. O Yaxşı, söz Mehman, onda deyilməsə kimsə nəsə bu deyəndə hadisə baş qatağımız verir. maşın Deməsin, üstünə. deməməlidir. Yəni İndi bu deyib, insana bu yaxşı, cəza mən heç birinə haqq verilməlidir. qazandırmıram. Heç birinə. Mən, Hər ikisində günah var. döyüşə, Biri var cinayət, başlayanda biri də var bir günah cinayətə var. sövq. Hər ikisi eynidir. Birinci, faktiki. yenə deyirəm, bu adam hər yol keçənə keş dana deyəcəksə, biri maşının üstünə çıxacaq, biri şüşəsini sındıracaq, biri də özü ilə dalaşacaq. Mehman, Hər biz piyadaya belə Sansəsirdə deyilə bilər. yaşayırıq, biz Ha, onda hər Dərbəli piyadaya dövründəyik. keş dana denən. Mən əminəm ki, polis hər ikisini cəzalandıracaq. Təbii. Və daha çox cəza maşın üstünə indi şığıyanadır. əmlakına xeyr, mən əksinə eləyərdim. Bugün bu Mən piyada təhrik eləyərdim. cəzasız qalsa, sabahların başqaları da elə eləyəcəklər. Yəni mən səni söyüm, sən dur bax. O da olmur axı. Başıdır. Yox, Bu birinci adama təhqir söymədi. eləyir bu. Söymədi, amma Xeyr söydü. Amma bəli, Xanımın Azərbaycan yanında onu sürücüsünə, eləmək Azərbaycan söyüşdü. kişisi etikasına da yaraşmır. Qadınla keçən xüsusilə keç demək, yəni o da düzgün Valla deyil. o tək getsə, söysə onu bəlkə heç onu eləməyəcəkdi. Burada söyüş yox, Sıxışdırmır Mehman, kişi abartma. özünə. Yenə kişi özünə mən sıxışdırmaram. O da sıxışdırmır. Haqq qazandırmıram. Bilirəm, sən Bəli. qaçıb maşından ayfın alırsın. Mən başqa cür yol sürücü ilə tapardım danış. və ona Tamamilə daha böyük düzdür. cəza Burada kəsilməsini hər tələb ikisində. edərdim. Amma sən 40-ın 60-a. Hə, sən öz anan bacın var evdə, onun yanında sənə bu münasibəti göstərsən nə olar? İnsan bir özünü, ailəsini düşünər, özünü düşünər. Sonra da çıx get, oradan söysün, bu buradan söysün. Və sonra da hər keçən anamıza, bacımıza da o keşdana deyir. Bugün çox təəssüf ki, Öz bir başınadır, çox o piyadalar dağdan düşür. cəzasız qalırlar. Bu da var. Tək bunu nəzərdə tutmuram. Ümumilikdə piyada bəzən yol qəzasına səbəb olur. Piyada əlini qoydu cibinə, sallana getdi. Burada piyada Qalır haqlıdır. sürücü. Keçir, zolağından keçir. Haqlı deyil. Maşın üstünə zolaqsız çıxmaq yerini haqlı deyil. keçmir. Haqlı deyil. Zolaq, Hər ha, ikisində keç günah piyadanın var. Hər üstündən o ikisində zaman. günah var.